Efsane yaranan anı. Efsane yaradan bir sahib hüner, bu qəmli dastanı belə nəql edər. O yatağı səhra, o balıncı dağ, bu saxsı evdəki o solğun zambaq. Ata matəmini çatdırıb başa, yenə də üst tutub qaçdı dağdaşa. O vəhşi çölləri bir gün tərk etdi, yarının yurduna üst tutub getdi. Gördü ki vəfanın çəkdiyi qələm Leylini Məcnunla yazmışdı bahəm. Eşdi dırnağıyla yerin layını, özünü saxlayıb pozdu tayın. Görənlər dedi ki bu necə işdir, o iki rəqəmdən biri getmişdir. Dedi ki birini pozsa da qədər, bir ad ikimizə kifayət edər. Aşıqı axtarıb gəzsə bir insan, onun yarını da qoy tapsın ondan. Bu vaxt soruşdular, dedilər nədən? O itmiş ortadan, itməmisən sən. Dedi yaxşı düşməz mənim üçün artıq, mən özüm məğz olam, o isə qabıq. Mən dostun örtüsü olsam da ancaq xoşdur o məğz üstə bir qabıq olmaq. Deyib o yerlərdə tutmadı qərar, gah yolla gedirdi, gah yoldan kənar. O aşıqlər kimi dilində qəzəl gəzirdi, bir təbi bir mehriban əl. İnsan adətindən əl götürərək ipini qırmışdı o vəhşilər. Tək çöl vəhşisi kimi o zaman yeyib yaşayırdı yaşıl otlardan, otordan. Vəhşidən qorxmurdu birdəm, vəhşilər olmuşdu Məcnuna həmdəm. Ona yetişməsin deyə bir zaval keşidə durardı şir ilə maral. Çöldə nə qədər ki vəhşilər vardı, onun qulluğunda hazır durardı. Aslanı maralı tülkünü qurdu, yığıb yol üstündə ordugah qurdu. Hamısı qulluğunda durmuşdu sayaq, o da şah olmuşdu Süleyman sayaq. Şahin qanadından günlüyü vardı, nəşinə qara quş kölgə salardı. O qədər böyükdü ondaki şahlıq, vəhşilər vəhşətdən çıxmışdı artıq. Qoyun qurd belinə yatıb qalırdı, maral şir üstünə ayaq alırdı. Düzəlmişdi itlə dovşan arası, şir südü əmirdi ahu balası. Məcnun yol gedirdi əlində canı, vəhşi ilə dolmuşdu onun dörd yanı. Yatacağı yeri tülkü görərdi, ona quyruğuyla yer süpürərdi. Ahu sığallardı yanaqlarını, qoynuna alardı ayaqlarını. Onun cüyür kimi həmdəmi vardı, maral sağrısına o baş qoyardı. Başının üstündə şir diz çökərək, keşikçi durmuşdu qılınc çəkərək. Canavar olmuşdu ona pasiban, canını edərdi yolunda qurban. Vəhşidən doğulmuş yırtıcı pələng, göz təbiətini eyləmişdi tək. Çöl heyvanlarından 2-3 qatar, onun ətrafında tutmuşdu qərar. Vəhşilər içində tək oturmuşdu, elə bil qoşunlu bir şah durmuşdu. Qorxaraq oradakı yırtıcılardan, onun yaxınına gəlməzdi insan. İzinsiz gəlsəydi ora bir nəfər, didib parçalardı onu vəhşilər. İzinlə gəlsəydi yanına hər kəs, vəhşi heyvanlardan çıxmazdı bir səs. İstər qohum olsun, istərsə tanış, yaxına gəlməzdi izin almamış. Gedirdi vəhşilər yanınca hər an, sanki sürüsüylə gedirdi çoban. Vəhşilər mülkündə tutmuşdu qərar, vəhşi ilə dost olan vəhşi də olar. Yanına ahular çox toplanardı, qəribə çox şıltaq bir ahu vardı. Oynağan və zirək bir ahuydu bu, sağrısı çox anlar, ucaydı boynu. O çox xoş gələrdi bizim Məcnuna, ayrıca bir qayğı bəslərdi ona. Yanına çəkərək o yoldaşını, tutup sığallardı onun başını. Hər gün o gözləri öpmək vardı, o gözlər Leylini xatırladardı. Camaat qalmışdı bu işə heyran, onun vəhşilərlə dost olmağından. Kiminki sövdası eşkisi olmazdı, Məcnunu görməmiş sakit olmazdı. Hər gün bir diyardan gələn yolcular onun ətrafında tutardı qərar. Tutduğu orucu sındırsın deyə yeməklər gələrdi ona hədiyə. Xeyməgah quraraq şir dərisindən, igidlər qəlbini üzərdi bilsən. Yemi vəhşilərə paylardı bütün, özüsə bir tikə yeyərdi hər gün. Vəhşi heyvanlara o il uzunu o qədər verdi ki öz ruzusunu. Ruzu verən bilib onu hər heyvan səcdəyə durardı gördüyü zaman, ondan ayrılmazdı birdən. Vəhşilər gəlib yem alar,
edilən ehsan, ehsanın qul olar hər azad insan.